Neçə il davaraçılıqdan kino senarisi yazırdım. Bir gün çayxanada nərtaxta oynayanda dostum qayıtdı ki, gəl pul qoyum, yazdıqlarından birini çəkək, sənin də azarın ölsün, mənim də. Nəysə razılaşdım, bu pul qoydu, filmi çəkdik, qoyduq YouTube'a, film partlatdı. Dostum getdi Türkiyə. Birini də yaz, birini də çəkək, birini də yazdım, birini də çəkdik, o da partlatdı. Birini də yaz, mən yazdım, dostum rəhmətə getdi. Nəysə bunun yası tuda suda mən başladım filmə sponsor axtarmağa. Getdim 5 dənə supermarket olan dostum yanına. Dedim bəs belə-belə də sponsor olub bu filmi çəkək. Qayıtdı ki, valla biz indi 6-cı supermarket açmaqla ələşirik. Bu dəqiqə vəziyyət o deyil. Amma sağ olsun məni köməksiz də qoymadı. 6 dənə restoran olan dostunun nömrəsini verdi. Dedi get, o sənin problemini həll edəcək. Getdim onun yanına. Bu qayıtdı ki, valla mən 2 dənə müğənni saxlayıram. Onların aylıq rasxodu mənə bura yox, bura yığıb. Amma sən narahat olma. Sənə 3 dənə xəstəxanası olan dostunun nömrəsini verəcəm. Get onun yanına, onun pulunu vaxtın balta kəsmir. O sənin problemini həll edəcək. Götürdüm bu nömrəsini, getdim onun yanına. Ki, vəziyyət belə-belədir. Qayıtdı ki, valla biz taxta şalban işinə girmişik. Bütün summanı qoymuşuq ora. Bu dəqiqə borcun xərcin içindəyik. Nəsə bir 20 manatda özüm ona köməklik elədim. Çıxdım oradan. Girib baxıram, kanalda cəmaət ağzına gələni, gözünə görərkən mən yazır ki, bəs neçə aydır biz bu kanalı izləyirik, bir dənə yeni film yoxdur. Başım unfollow. Bu soxa-soxda da bir dənə xala yığıb mənə ki, bəs mən sizin fanatınızam, çox gözəl filmlər çəkirsiniz. Onlardan birində çəkmək lazımdır. Nə lazımdır mən eləyim, heç nəyə ehtiyac yoxdur. Həftədə 3 dəfə gələrsiniz mənim yanıma, başqa heç nəyə lazım deyil. Dedim, xanım, mən evliyəm, 3 uşaq atasıyam. Kino çəkmək istəyirəm deyə mən ırzıma niyə keçirsiniz? Nəsə pis yola düşməmiş buna ad boy verdim. Gördüm, heç kim ölkədə kinoya bir qəpik də ayırmaq istəmir. Yadıma düşdü ki, o vaxt dədəmdən qalan rayonda 10 sot torpaq var. Getdim o torpağı 20 minə satdım, pulu qoydum cibimə. Gəldim filmi nətər lazımdır, çəkdim. Gizli link kimi qoydum YouTube'a. İndi ancaq oturub özüm barmağımı sonra baxıram. Hamı da mənə yığır ki, link at nə olar biz də baxaq, elə halva yoxdur.